Əslində xəttlərin ayrılması Bakı metropoliteninin inkişafının əsas mərhələlərindən biridir. Bildiyiniz kimi bizim ötən il dövlət proqramı təsdiq olunmuşdur və həmin dövlət proqramına əsasən Bakı metropoliteninin inkişaf strategiyası növbəti 5 il üçün müəyyən olunub. Bu çox geniş bir anlayışdır və orada bir neçə hərəkətlər öz əksini tapıb və xəttlərin ayrılması onların ən başlıca mərhələlərindən biridir. Uzun müddət 67-ci ildə Bakı metropoliteni istifadəyə verildiyi zaman və ondan sonraki dövrlərdə sərnişin axını daha az proqnozlaşdırılmışdı və sistem onun üzərində qurulmuşdu. Hal-hazırda günlük orta hesabla 700 min nəfərə yaxın biz sərnişin daşıyırıq və xəttlərimizin gəlib birləşdiyi nöqtədə hərəkət intervalını azalda bilmirik. Eyni zamanda hər hansı xəttdə, yaşıl və ya qırmızı xəttdə baş vermiş hər hansı bir texniki nasazlıq, sərnişin davranışlarında, qapının xarab olması, qatarda texniki nasazlıq olanda bütün domino effektindən bütün xəttimizə təsir göstərir. Və ən əsas məqam xəttlərin ayrı olduğu sahədə, yəni 28 maydan İçərişəhər istiqamətində və eyni zamanda 28 maydan Dərnəgül istiqamətində biz intervalları azalda bilmirik. Hal-hazırda biz maksimum son dövrlərdə görülən tədbirlər nəticəsində ortaq sahədə, yəni 28 may Həzas Astanov stansiyası istiqamətində 1:45-1:40 saniyə intervala nail olsaq da 28 maydan xəttlər ayrıldığı zaman digər istiqamətdə artıq bunun 2 qatına çıxır, 3:30 dəqiqə intervala çıxır. Və bu da təbii ki, yaşıl xəttin 20 yanvar Elmlər Akademiyası olan stansiyalarında 3:30-dan aşağı intervalı vermək mümkün deyil, texniki cəhətdən mümkün deyil. Biz xəttləri ayırmalıyıq ki, bu intervalları təmin edə bilək. Eyni zamanda bildiyiniz kimi dövlət proqramında 10 yeni stansiyanın tikintisi nəzərdə tutulub və bu yeni tikilən stansiyaların 4-ü artıq yaşıl xəttin davamı olaraq tikiləcək. Yəni Xətai stansiyasından özü Həzas Astanov istiqamətinə yeni stansiyalar tikiləcək və bunlar da ayrılmış xəttin davamı olmalıdır. Və bunlar bu hərəkətlər hamısını bir-birini tamamlayan bir zəncirin halqalarıdır. Birinci, xəttlərimizi ayrılmalıyıq. İkinci, işarə vermə sistemimizi yeniləməliyik. Üçüncüsü, həmin işarə vermə sisteminə uyğun yeni stansiyaların inşasını tamamlamalıyıq. Dördüncüsü, yeni qatarlar biz alacağıq. Həmin qatarlar da müasir işarə vermə sisteminə uyğun işləməlidir. Bunun hər hansı birinin ertələnməsi bütövlükdə bütün layihənin ertələnməsi deməkdir. Yəni yeni stansiyanın da tikintisi gecikəcək, qatarın alınması da gecikəcək, işarə vermə sisteminin də yenilənməsi gecikəcək. Bu məntiqlə biz bunu ertələməklə Bakı metropoliteninin genişlənməsinin qarşısını almış olacağıq. O yüzden bu səbəbdən biz zəruridir ki, biz bunu dərhal başlayaq. Bunun başlamağımız üçün də müəyyən limitlərimiz var idi. Niyə 15 avqust seçildi? Çünki bir aydan sonra artıq şəhərə bir insan axını gələcək, universitetlərə, orta məktəblər hamısı açılır. Düzgün qeyd edirsiniz. Əslində bu xəttin ayrılmasına başlamamışdan əvvəl biz deponun istifadəyə verməyimiz zəruri idi. Çünki hal-hazırda yaşıl və qırmızı xəttdə fəaliyyət xidmət göstərən sadəcə Nərimanov deposu var. Biz xəttləri ayırmağa başladığımız zaman, yəni Nizami metro stansiyası ilə 28 mayın arasında tuneldə müdaxilə etdiyimiz zaman Nizamidən digər Dərnəgül istiqamətdə hərəkət edən qatarların texniki qulluq etmək şəraiti alınmayacaqdır. Bu səbəbdən Dərnəgül deposu artıq ilkin fazada minimal şəraitlə istifadəyə verildi. Dünən də biz orada media turda təşkil etmişdik, bütün əməkdaşlar onu çəkib işıqlandırdılar. Həmin Dərnəgül deposunun tamamlanması zəruri idi ki, biz qatarlara texniki qulluq göstərə bilək. Və avqustun 15-i, yəqin ki, həmkarım Anar müəllim daha ətraflı bu haqda danışa bilər, məktəblərin, ali təhsil müəssisələrinin başlamasına bir ay qalmış müddətdir. Bu müddət ərzində müəyyən qədər monitorinqlər aparılacaq. Qoyulmuş avtobus xəttləri, qatarların qrafikində hər hansı bir zəruri dəyişiklik mümkün olacaqsa, zərurət olacaqsa, onlar bu müddət ərzində tətbiq olunacaqdır. Yəni sentyabrda dərs ilinin başlaması... Sentyabra kimi bir sınaq dövrü kimi də bunu nəzərdə tutar? Sınaq dövrü kimi də nəzərə ala bilərik ki, monitorinqlər mütəmadi aparılacaq və hansı yaxşılaşdırma tədbirləri icra edə biləriksə biz bu müddətdə sentyabrın 15-nə biz bunu tətbiq edəcəyik.